Salam əziz izləyicilər, hər vaxtınız xeyir. Amma dostlar, mən hər gün sizə salam verirəm. Amma bir dəfə bir kommentdə yazmışsınız əleyküməssalam və mən də sizdən inciyib küsürəm. Yazın da ara bir baxırsınız, kimsə fayda görürsə, heç olmasa fayda gördüyü üçün bir sağ oldan zaddan bir şey yazın. Mən də darıxmayayım, həm də bilim ki, baxan var. Biraz həvəslə çəkeyim. Bu belə. İkinci, bunu mən birinci hissəsini çəkmişdim. Şaftalıda yarpaq bükülməsi və sabunlu su, pirikis və yod qarışığı vurdum buna 2 dəfə. Gördüyünüz kimi qarşısını aldı, ləngitdi. Üçüncü dəfə vursam bəlkə də yaxşı olardı. Yəni 2 gündən bir onu təzələmək lazımdır, bu sabunlu su filan. Amma iş elə gətirdi ki, yolum aptekə düşmüşdü. Orada fungisitlərdən bir dərman var, adı xorusdur. Xorus sözündən yadda qalar da, ona görə mənim yadımda qalmışdı, elə istədim, orada xorus verdilər. Gətirdim, dünənləri bunu vurdum. Bax, bu şaftalıya vurdum. Hesab edirəm bunun faydası olacaq. Başqa bağbanlar andaman eləyir ki, onun faydası olur. Bu çox pis vəziyyətdə idi. Əsas elə bundan ötürü mən aldım. Onu biraz darıyıb, o yarpaqlarını zadı bürüşənləri kəsib atsaydım, bir dəfə də sabunlu su vursaydım, onun qarşısını alardım. Amma bu çox pis gündə idi deyə. Həm də bu belə dərmandan işləmək biraz rahatdır da, zəhlə tökəndir. Alıb qarışdırıb vurursan və salam. İndi görə bunun axırı nə olacaq? Bu məndə bunun meyvəsinə ümid eləmirəm. Özü qurumasın deyə, böyüsün deyə vurdum o dərmanı. Siz də istifadə eləyə bilərsiniz. İnandığım adamlar əmin elədi ki, o kömək eləyəcək. Sağ olun. Gözləyəcəm görüm neçə